Paytaxt və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının icrası uğurla davam etdirilir. Proqram çərçivəsində nəqliyyatın inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Bu layihələrdən biri də Suraxanı rayonu Hövsan qəsəbəsində həyata keçirilən Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası layihəsidir. Layihənin icrası ilə əlaqədar dəmir yolunun mühafizə zolağına düşən fərdi yaşayış evlərinin söküntüsü mərhələli şəkildə aparılır. Evləri sökülür, özlərinə isə kompensasiya ödənikdən sonra köçürülürlər. Görüntülər paytaxtdan Suraxanı rayonu Hövsan qəsəbəsi dəniz kənarı küçəsindəndir. Söküntüsü aparılan evlərlə yanaşı layihəyə uyğun olaraq ərazidə ölçmə, qiymətləndirmə işləri davam etdirilir. Təxminən hardasa bu hissədə bir 10 dənə ev bax bu ərazidə düşüb. Qalan hissə o tərəfdə, oradan xəbərim yox. Deyirlər o şəhərə məxsus olan evlər sökülür. Bura kəndə məxsus torpaqlardır. Dəmir yolu xəttinin mühafizə zonasına düşən evlərin söküntüsü isə mərhələli şəkildə icra olunacaq. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə Yeni Suraxanı Hövsan xətti üzrə dəmir yol xəttinin mühafizə zonasına düşən 70 fərdi evin söküntüsü aparılacaq. Bu ünvanda fərdi evlərin söküntüsü sürət qatarı layihə çərçivəsində həyata keçirilir. Artıq evlərin qeydiyyata alınması ayın əvvəlindən başa çatdırılıb. Əksər evlərin söküntüsü tamamlanıb, sahibləri isə evlərini tərk ediblər. Hazırda söküntü işləri davam etdirilir. Onu da bildirək ki, dəmir yol xəttinin mühafizə zolağına 25 metr yaxın olan evlərin söküntüsü həyata keçirilir. Nümayəndə orada dedi ki, ola bilsin ki, ikinci etapda bu qalan evlər də düşsün plana, bura böyük bir park salınsın. Sakinlərin sözlərinə görə sökülən evlərə ödəniləcək kompensasiyanın məbləği kvadrata görə 1000-1200 manat arasında dəyişir. Eyni zamanda həmin məbləğ dəmir yol xəttinin mühafizə zonasında vaxtilə tikilmiş sənədsiz evlərə də əhatə edəcək. Bunlar 1200-dən alıblar, hamı da razıdır. Eviniz neçə kvadrat? Bizim evimiz 89 kvadrat. 1200 manatdan almışsınız artıq ödəniş. Bəli. Hazırda Hövsan qəsəbəsində aparılan söküntünün əsas məqsədi Yeni Suraxanı Hövsan dəmir yol xəttinin bərpası və sərnişin qatarlarının hərəkəti üçün infrastrukturun yaradılmasıdır. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.